Son zamanlar vergi ödəyicilərinin belə deyək ki, maraqlandıqları və maraqlı olduğu məsələlərdən biri də ümidsiz debitor borclarının, daha doğrusu desək ki, iddia müddəti keçmiş debitor borclarının əlavə dəyər vergisi məqsədləri üçün cəlb olunması məsələləridir. Yəni əlbəttə ki, bu çox maraqlıdır həqiqətən. Son zamanlar vergi orqanlarda bu məsələlərlə bağlı xüsusi iradlarını bildirilər. Mən də belə deyək də, belə audit olaraq deyərdim, bu çox ciddi də bir addımdır. Bu məsələ vergi məcəlləsi 166-cı maddəsi və alt maddələrlə tənzimlənir. Bəli, maddədə konkret yazılmışdır ki, iddia müddəti keçmiş debitor borcları əlavə dəyər vergisi məqsədləri üçün dövrəyə sayılır. İndi məsələni biraz da belə deyək, yəni dərindən yanaşaq, xırdalayaq, iddia müddəti keçmiş debitor borcları nə deməkdir? Əlbəttə, bu artıq iddia müddəti məsələsi vergi məcəlləsində yox, Azərbaycan Respublikasının mülki məcəlləsində tənzimlənir. Mülki məcəllənin buna bağlı xüsusi bir fəsil də vardır və maddələr də vardır. Əsas ana maddə kimi 373-cü maddədir, 380-cı maddədir. 373-cü maddənin tələblərinə görə ümumi iddia müddətləri vardır, ümumi müqavilələr üzrə iddia müddəti vardır. Bu da 3 ildir. Belə baxanda da yəni vergi məcəlləsi məqsədləri üçün malların işlərin xidmətinə təqdim olunması 3 il. Yəni ümumi xarakterli iddia müddəti, ümumi xarakterli müqavilələr olduğunu 3 il nəzərdə tutulur. İndi bunu istədim bir sadə misal üzərində nəzərdən keçirək. Tutaq ki, bir vergi ödəyici digər vergi ödəyicisi mal iş xidmət təqdim eləmişdir 3 il bundan əvvəl və 3 il ərzində mal satan vergi ödəyicisi qarşı tərəfə borcluya heç bir iddia qaldırmamış. Yəni, nə məktub göndərməmişdir, nə borcun tələb olunmasına bağlı məhkəmə çəkişməsi olmamışdır, hər hansı bir yazışma olmamışdır, hər hansı bir üzləşdirmə aparılmamış, üzləşmə aktları, yəni üzləşdirmə rəsmiləşdirilməmişdir. Və artıq burada nə baş verir? Belə çıxır ki, debitor, yəni borcluda vəsait tələb etmək iqtidarında etmək istəmir. Yəni, bu, həmin borcluq vəsait buna maraqlı da deyilir. Yəni, bu 3 il ərzində heç bir qeyd elədiyim kimi əməliyyatlar, addımlar atılmadığına görə artıq iddia müddəti malın, işin, xidmətin təqdim olunduğu dövrdən başlanır və yavaş-yavaş 3 il ərzində bu proses baş verir. Heç bir əməliyyat, heç bir addım, heç bir tələb, heç bir iddia qaldırılmadığına görə 3 ildən sonra artıq bunu nə sayılır? Ümidsiz debitor borcu sayılır və vergi orqanları həqiqətən də ümidsiz yox, üzrsən, həm ümidsiz, həm də iddia müddəti keçmiş debitor borcu sayılır. Vergi orqanı həqiqətən də həm kommunal vergi yoxlamaları zamanı, həm səyyar vergi yoxlamaları zamanı haqlı olaraq bunu vergi ödəyicidən tələb edirlər. Yaxşı, indi ikinci bir sual çıxır ki, meydana vergi ödəyici bu halda nə etməlidir? Həqiqətən bu ağır bir addımdır, ağır bir şeydir. Hər hansı bir vəsait almamışdan əvvəl hər hansı bir əlavə olaraq vergilərin ödənilməsi, yəni ortalığa çıxır. Bu zaman vergi ödəyici nə etməlidir? Bu da misal üzərində, həmin misalın davamı kimi istədim izah edim. 2 il 11 ay ərzində vergi ödəyici heç bir bayaq qeyd edilən addım atmamış. Amma 12-ci ay artıq, 12-ci ayda artıq, bəli, vergi ödəyici borcluya məktub göndərə bilər. Onlayn, bu da bilirsiniz, onlayn kərküzarlıqda bütün məktub, rəsmi məktublar sayılır. Onlayn kərküzarlıq fonuna məktub göndərə bilər, əlbəl məktub göndərə bilər, poçta məktub göndərə bilər, məhkəmə iddiası qaldıra bilər və hər hansı bir iddia ərizəsi təqdim edə bilər və yaxud da ki, üzləşdirmə apara bilər. Bütün bu addımlar artıq nə sayılır? Addımın atdığı gündən köhnə iddia müddəti axımı sıfırlanır və həmin gündən təzə iddia müddəti başlanır. Təzə iddia müddəti axımı başlanır. Bu da qeyd elədim ki, mülki məcəllənin 380-cı maddəsinə tənzimlənir. Yəni, burada əsas məqsəd vergi ödəyicilər bu məsələ çox diqqətli olmalıdır. Yəni, əlavə olaraq nəyə görə belə deyək də vergi ödəməli və yaxud da ki, nəyə görə öz hər hansı bir buna borclu olduğu belə deyək də borcunu tələb etməməlidir və həqiqətən də bu məsələlərdə yəni çox ciddi olmalıdır. Başqa bir məqam da vardır. Var bir də ümidsiz debitor borcu vardır. Yəni, belə baxanda iddia müddəti keçmiş debitor borcu da ümidsiz debitor borcları. Amma praktikada biz belə şey çox görürük. Məsəl üçün, mal iş xidmət təqdim olunmuşdur. Bir ildən sonra görürük ki, vergi ödəyicisi deyir ki, borcu. Mən onu, həmin vergi ödəyicisi borcu ödəmək iqtidarında deyildir. Bu artıq mal işi xidməti təqdim edən sahibkardan asılıdır. Sahibkarın belə idarəedici orqandan asılıdır. Belə qərarlar biz praktikada çox görürük. Bu artıq nədir? Birbaşa iddia müddəti keçmiş ümidsiz debitor borcu yox. Bu sadəcə sahibkarın özünün gəldiyi qənaətdir ki, bəli, bu debitor borcu ümidsizdir. Ümidsiz debitor borcu qəbul olunduğu andan bu da artıq
qeyd etdiyim əlavə dəyər vergisinin cəlb olunma bir əməl sayılacaq. Bu artıq sırf sahibkarın öz belə deyək də öz qərarıdır. Həqiqətən praktikada bu belə şey biz nəyə çoxlara rastlaşırıq? Xırda əməliyyatlarda görürsünüz, bəli, sahibkarlar bəli debitor borclarını bağışlayırlar. Burada başqa bir mövzu da vardır. Sahibkar qərarlaşır, bəli, məsələn 1000 manat, 2 manat, 3 manat, 5 manat debitor borcu var. Bu qərarlaşır, bu ümidsiz kimi qəbul olunsun. Amma həmin sahibkar mühasibatı bunun xəbəri olmur. Vergi orqanı səyyar yoxlama zamanı müəyyənləşdirib ki, 3 il ərzində olan, 3 il bundan qabaq, 4 il bundan qabaq olan debitor borcu vergi ödəyici silməmişdir. Bunu dövrə cəlb eləməmişdir. Bu anda da xüsusilə koordinasiya yaratmalıdır. Sahibkar mühasibatda müvafiq belə deyək də onun alt strukturuna koordinasiya olmalıdır ki, mühasibatın xəbəri olsun, vaxtında əlavə dəyər vermək məqsədləri üçün vergi cəlb eləsinlər. Sonda bildirmək istəyirəm, həqiqətən bu məsələ çox ciddidir. Son zamanlar, son illərdə biz görürük, vergi orqanları həm kameral, həm səyyar vergi yoxlama zamanı buna çox ciddi iradelər qaldırırlar və praktik bir rastlanma məsələsi biri odur ki, həqiqətən əlavə vergilər hesablayırlar.